Salam, bu günləri sizə leksika bölməsindən olan sinonimlər, antonimlər və frazeoloji birləşmələr haqqında məlumat verəcəm. Sinonimlərdən başlayaq. Deməli, sinonimlər yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və yaxın mənaları bildirən sözlərdir. Böyük, iri, yekə, otlamaq, alışdırmaq, yandırmaq sinonimlərə nümunədir. Və sinonimlərin hər bir məna tayı eyni nitq hissəsinə aid olmalıdır. Bunu yadda saxlayın. Baxın, bu sifətdir, bu feildir. Sinonimlər nə işimizə yarayır? Yersiz təkrarın qarşısını almaqda bizə kömək edir. İki yerə bölünür. Mütləq sinonimlər var, nisbi sinonimlər var. Mütləq sinonimlər hər zaman bir-birlərini əvəz eləyə bilsə də, nisbi sinonimlər hər zaman bir-birini əvəz eləyə bilmir. Baxın, oturmaq, əyləşmək, adam, insan, eynək, çeşmək, deməli, gözlük, bunlar hər biri mütləq sinonimə nümunədir. Həmçinin qurd və canavar sözündə mütləq sinonimləri aid etmək olar. Nisbi sinonimlər ürək, qəlb, könüldür. Burada ürəyim ağrıyır demək olar, amma könlüm ağrıyır demək olmaz. Ürək həkimi var, könül həkimi yoxdur. Belə yadda saxlaya bilərsiniz. Könül daha çox şeirlərdə sevgi ilə bağlı istifadə edilir. Sinonimlər iki qrupa ayrılacaq. Leksik və qrammatik sinonimlər var. Həmçinin amonimlər də belədir. Leksik sinonimlər və amonim deyəndə əsas nitq hissələri, qrammatik sinonimlər və amonim deyəndə şəkilçi və köməkçi nitq hissələri nəzərdə tutulmuş olacaq. Sizə daha çox sözlərin sinonimi, antonimi və amonimi düşmüş olacaq. Eyni nitq hissəsinə aid olur dedik. Amma baxın, bu məqamda mən buna sinonim deyə bilmərəm. Şəkər isimdir, şirin sifətdir. Məşhur sifətdir, tanınmış feil sifətdir. Bunun məna tayları fərqli nitq hissəsinə aid olur. Eyni köklü sözlərə də həmçinin biz sinonim demirik. Biz savad və ya savadsız sözlərinə kökləri eyni olduğuna görə, çünki yazılışı və deyilişi müxtəlif olmalıdır axı. Bunlarda eyni olduğuna görə sinonim deməyəcəm. Quruluşca fərqli olur. Eynək sadədir, gözlük düzəltmə. Yaşlı sadədir, yaşlı düzəltmədir, qoca sadədir. Sonra antonimlər haqqında danışaq. Antonimdə yazılış və deyiliş müxtəlif olur. Mənaca bir-birinə əks olan sözlərdir bu antonimlər. Məsələn, ağ-qara, sağ-sol. Bunlar da tərəfləri eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, ağ və qara sifətdir. Gördüyünüz kimi eyni nitq hissəsinə aiddir. Yəni, məna tayları fərqli nitq hissəsi olmamalıdır. Baxın, burada da o qeyd olunub. Bu da iki qrupa bölünəcək. Yenə leksik antonimlər deyəndə əsas nitq hissələri, qrammatik antonimlər deyəndə şəkilçi və köməkçi nitq hissələri nəzərdə tutulmuş olacaq. Bunlar haqqında biz geniş şəkildə danışacağıq morfologiya bölməsində şəkilçilər haqqında. Sonra eyni nitq hissəsinə aid olur dedik. Baxın, acı şirin sifətdir, oturmaq, qalxmaq feildir. Müxtəlif nitq hissələrindən düzələ bilər. Sifətdən, feildən, isimdən. Sonra məşhur, tanınmamış antonim deyil. Çünki bunların tərəfləri, məna tayları fərqli nitq hissəsinə aiddir. Sonra qrammatik şəkilçi olan mamə ilə biz antonim düzəldə bilmərik. Bax, baxma, bil, bilmə. Həmçinin kökləri də eyni oldu, fikir verirsinizmi? Ba, səfa, səfasız. Kökləri eynidirsə, səfa, səfa. Mən bunu antonim deyə bilmərəm. Amma fərqli idisə demək olar. Bunların, deməli, məna tayları quruluşca fərqli ola bilər. Quruluşca deyirəm. Baxın, şad sadədir, qəmli düzəltmədir. Yaşlı düzəltmədir, gənc sadədir. Sonra frazeoloji birləşmələri sabit söz birləşmələri də deyilir. Sabit. Deməli, bunlar dildə hazır şəkildə mövcud olur. Biz bunları yaratmırıq. Qəlibləşmiş, daşlaşmış ifadələrdir. Frazeoloji birləşmələr məcazi mənada olur. Burada həqiqilik axtarmayın. Cümlə üzvü olanda birlikdə olur, parçalamırıq. Həmçinin morfoloji təhlil zamanı parçalamırıq. Yəni, içində ismi, sifəti, feili falan tapmırıq. Bunlar bütöv bir vahiddir, bütöv şəkildə qəbul edirik. Əsas və asılı tərəfi də olmayacaq. Sonra digərinə baxaq. Amonim frazeoloji birləşmələr var ki, hər birinin məna tayı məcazi olmalıdır. Diqqət edin. Hər birinin məna tayı məcazidirsə amonimlik yaranmış olacaq. Üz vermək. Əslində qalsa çoxdur amonim frazeoloji birləşmələr. Sadəcə mən bu 7-si haqqında danışacağam.
Üz vermək, deyirəm ki, üz verirsən asarın istəyir. Bir də üz vermək, bir bəla üz verdi. Söz vermək, deyirəm ki, danışmaq üçün ona söz verdilər. Bir də deyirəm ki, söz verdimmi, əməl eləyəcəm. Can vermək. Deyirəm ki, o can verirdi, yəni ölürdü mənasında. Bir də deyirəm ki, can verməyin başqa bir mənası, məsələn, susuz bağçalara can verir, yenidən diriltdi mənasındadır. Sonra cana gəlmək sözünə baxaq. Cana gəlmək bir bezmək mənası var. Bir də ki, kökəlmək, yaxşılaşmaq mənası var. Başa vurmaq, bir işi yekunlaşdırmaq, yəni bir işi başa vurmaq, yekunlaşdırırıq. Bir də ki, yaxşılığı başa vurmaq, minnət qoymaq mənasında. Bir də başa vurmaq, minnət qoymaq, bunun sinonimi gedəcək. İşə düşməyə baxaq. Maşın işə düşdü, yəni işə düşdü, artıq gedir. Bildirəm ki, yaman işə düşdük, yəni başımız bir bəla çəkəcək mənasında. Ürəyi yanmaq, susuzluqdan ürəyi yanır, yəni susuyub bu adam. Bir də deyirəm ki, ona yaman ürəyim yanır, yəni yazığım gəlir mənasında demiş oluram. Gördüyünüz kimi hər bir məna tayı məcazi oldu. Məcaziliyə fikir verin. Frazoloji birləşmələrdə sinonimlik var ki, burada necə yaranır? Deyir ki, birinci tərəfi əgər bunun frazoloji birləşmədirsə, ikinci tərəfi də frazoloji birləşmə olmalıdır. Yəni siz durub burada bunun leksik mənasını aça bilməzsiniz. Məsələn, dilotu yeməyin leksik mənası nədir? Yəni onu izah eləmək istəyirəm də. Deyirəm ki, çox danışmaq deməkdir. Çox danışmağı mən bunu sinonim götürməyəcəm. Sadəcə mənasını açdım, mənasını izah etdim. Qanı qaralmağın leksik mənası nədir? Pis olmaq deməkdir də. Yəni bunlar həqiqi mənadadır. Mən durub buna pis olmağa, qanı qaralmağı sinonim götürə bilmərəm. Onun digər tayı da frazoloji birləşmə olmalıdır. Sadəcə bir dənə leksik vahidə mənasını izah elədim. Amma sinonimin yaradanda yenə də frazoloji birləşmədən istifadə etməliyəm. Həmçinin bu antonim frazoloji birləşmələrə də aiddir. Bir tərəfi frazoloji birləşmədirsə, ikinci tərəfi də frazoloji birləşmə olmalıdır. Sonra həmçinin sərbəst ifadələr də var. Sərbəst söz birləşmələrini mən özüm yaratdığım halda sabit söz birləşmələrini, frazoloji birləşmələri yarada bilmirəm. Onlar dildə hazır şəkildə mövcuddular. Məsələn, sərbəst söz birləşməsinə nə deyə bilərik? Qırmızı çanta deyərik, yaşıl yarpaq deyərik, qara çanta deyərik. Yəni bunu biz özümüz hər hansı iki dənə müstəqil mənalı sözü birləşdirərək yarada bilirik. Amma deməli, sabit söz birləşmələrində belə deyil. Baxaq indi. Deyirəm ki, ayağından çəkib onu yıxdı. Həqiqətən də, yəni birinin ayağına çəkib yıxa bilərsən də, həqiqidir. Dost dostun ayağından çəkməz, məcazi mənada deyilib. Sabit söz birləşməsidir bu, sabit, yəni frazoloji birləşmədir. Ondan sonra, səhərə yaxın xəstənin gözü açıldı, həqiqidir. Artıq gözü açılıb, hər şeyi başa düşür, məcazidir. Uşağın əlindən tutub apardım, həqiqidir, sərbəst birləşmədir, sərbəst. Sonra deyirəm ki, o kasıbın əlindən tutan adamdır, yəni kömək eləyən adamdır, məcazidir. Soyuqdan burnun ucu göynüyür, həqiqidir. Amma anamdan ötürü burnun ucu göynüyür, məcazidir. Bir mənası həqiqi, bir mənası məcazi olanda amonimli yaratmış olmur. Bu yaxlarda qeyd etdiyim kimi, amonimli yaratması üçün hər iki məna tayının məcazi olması şərtdir. Bunları biz deməli, bayaqçılara biz deməli nə deməyəcəyik? Amonim, frazoloji birləşmə deməyəcəyik. Sadəcə olaraq bir tayı sərbəst birləşmə oldu, sərbəst ifadə oldu, digəri sabit söz birləşməsi sabit ifadə olmuş oldu. Sonra deməli, ol, et, elə və bir sözlərinin köməyi ilə də frazoloji birləşmələr yaratmaq olar. Normalda biz bunları frazoloji birləşmə götürmürük, amma məcazilik varsa, artıq biz bunlara nə deyəcəyik? Frazoloji birləşmə demiş olacağıq. Məsələn, yaxşı olmaq, pis olmaq, sağlam olmaq, birinci olmaq, kömək etmək. Bu ifadələr həqiqidir, mürəkkəb feildir, bütöv götürülür. Müxtəlif nitq hissələrinin ol, et, elə, bili birləşməsindən yaranır. Bunlarda həqiqilik yoxdur. Amma baxın, bu birləşmələrdə məcazilik olacaq. Məsələn, deyirəm ki, göz olmaq. Uşağa göz ol deyirəm, yəni göz qulaq ol mənasında. Sonra əli olmaq. Deyirəm ki, bir cinayətdə onun da əli oldu. Yəni, o da iştirak etdi mənasını demək istəyirəm. Məcazilik var. Əgər məcazilik varsa, bu frazoloji birləşmə gedəcək. Sözə baxırsınız, görürsünüz ki, ol, et, elə, billə düzəlib. Məcazilik görəndə frazoloji birləşmə deyəcəksiniz. Məcazilik görməsiniz, frazoloji birləşmə deməyin. Oldu, bugünlük bu qədər. Ümid edirəm ki, dərs sizə aydın oldu. Sağ olun.